hal-hazırki dönəmə, televizorlara bax və sonraki dönəmdə bu dedikləri baş verəndə durub deməyin ki, biz də bunu bilirdik. Nə vaxtsa kiminsə nəsə dediyi şeyləri zaman gələndə biz də bilirdik deyə qoymayın qabağa. Zəngəzur yolu inşallah açılacaq. Bu bir şad xəbərdir. Bunu sizə bölgəni savaş alovları halına dönən, bölgə qarışır, buna doğru gedən zamanında deyirəm. Sonra nə olacaqsa, necə olacaqsa, bunu mən artıq deyə bilmərəm. Yol açılacaq, bunu hiss edirəm. Bu bir xoş xəbərdir. Hansı şəraitdə, hansı qaydalarla açılacağınısa demək də biraz çətindir. İnşallah savaşsız açılar deyə arzu edək. Amma o Zəngəzur yolu çox yaxın zamanda açılacaq.